30 iyul tarixində saat 8-də Amay Ticarət Mərkəzinin parkovkasında dayanacağında, avtodayanacağında qardaşım Yusubov Orxan, işçisi Sabir Camalov tərəfindən 7 bıçaq zərbəsindən qətlə yetirilib. Bildiyimizə, eşitdiyimizə görə aralarında belə bir ciddi problem olmayıb. Sadəcə aralarındakı məsələ nə olub? Bunlar böyük tikinti layihələrinin birində əmlak şirkəti işlədirdi qardaşım. Bu da işçisi idi, bunun yanında işləyirdi. Əmlak şirkətində prosedur qaydaları belədir ki, ev satıldıqsa faizlər köçür hesaba, hesabdan köçür işçilərin hesabına. Bu da Sabir Camalov müqavilə bağlayıb, evi satıb, faizlər köçməmiş qardaşından əvvəlcədən pul tələb edib. Yəni, məsələ belə olub aralarında. Bəs sizə bu hadisəni kim xəbər verdi ki, məsələn, qardaşınız? Hadisə günü qardaşımın yanında əmimiz oğlu olub, Rasim. Deməli, o zəng vurub deyib ki, bəs qardaşınızı avtodayanacaqda qətlə yetirdilər. Elə biz çatana qədər bizi yönləndirdikləri yerdə getdik, baxdıq ki, yəni gezdik, xəstəxana yox, morqdan götürdük qardaşımızı, hadisə yerində keçirib. Ailə vəziyyəti necə idi, Subayev? Ailə vəziyyəti evli idi, bir dənə körpə 6 yaşında qız uşağı qaldı. 35 yaşında cavan oğlan heç nəyə görə getdi. İndi heç nə deyirəm, yəni bizim bildiyimiz heç nədir. Bu cinayətçi. Niyə cinayətçi deyirəm? Çünki heç bir kişi, heç bir cinayətkar özündən boyda, yaşda, canda, cüssədə, balaca arıq olan bir insanın üstünə təkbətəkdə olan vaxtı bıçaqla 7 dənə zərbə vurmur. İndi vurubsa, biz bilmədiyimiz yəqin nəsə var. Bu adi normal şəraitdə, normal şeylərdə vurulmur.